ağıl haqqında və ağıl əsasında yaşamaq haqqında danışırdıq. Ağlın önəmi haqqında danışdıq və onun artırılması yollarına toxunacağıq. Ağlı necə artırmaq olar? Ağıl da digər xüsusiyyətlər kimi artıb azala bilir. İnkişaf eləyib zəifləyə bilir. Ağlın belə bir xüsusiyyəti var. Ağıl güclənir və zəifləyir. Ağla qida verməyəndə gücdən düşür, hətta ölür, ağıl nuru tam sönür və görürsən ki, nə qədər söz deyirsən eşitmir. Quran buyurur ki, bu insanlar artıq qəlbləri möhürlənmiş adamlardır. Kimdir qəlbləri möhürlənmiş adamlar? O insanlar ki, ağlını itiriblər. Heç bir söz Peyğəmbər də öhdələrindən gələ bilmir. Heç kəs. O qədər ağlı zəiflədib öldürüblər ki, Peyğəmbər də bacarmır bunlarla. Allah da deyir, və hum la yaqilun. Onlar ağılsızdır, düşüncəsizdir. Onlara söz kar eləmir. Ağıl o qədər gücünü itirir ki, heç nə ilə insanı yönəltmək olmur düz yola. Ağlın önəmindən danışdıq keçən xütbələrdə ki, insanlarda həvəs yaransın, istək yaransın, ağlı artırmağa, ağla sahib olmağa. Ağlın funksiyasından danışdıq. Ağıl yaxşı ilə pis arasında seçim etmək üçün deyil, ağıl yaxşıdan daha yaxşını seçmək üçündür. Ağlın funksiyası bundan ibarətdir. Ağıl cəhənnəmdən qaçmaq üçün deyil, ağıl cənnətin ən uca məqamını əldə etmək üçündür. Zərərdən qaçmaq reflekslə də olur, instinktiv olaraq baş verir. Hətta digər canlılar da, üzr istəyirəm, heyvanlar da təhlükə olan məqamda qaçır o təhlükədən. Bəli, insan üçün ibtidai ağıl lazımdır zərərdən qorunmaq üçün. Amma ağlın tam gücü ilə istifadə olunması zərərdən qorunmağa sərf olunmamalıdır. Ağıl insanı daha ali məqamlara səsləyən bir xüsusiyyətdir, keyfiyyətdir. Ağlın əsas funksiyası ən böyük xeyrə çatdırmaqdır insanı. Ən üstün xeyrə çatdırmaqdır. Və bunu da qeyd elədik ki, ağıl həmişə eşqə qarşı qoyulur, ağıl eşqə də zidd deyil. Ağılla eşq bir-birini tamamlayır. Ağıl insana təyin edir ki, məşuqun kim olmalıdır, kimi sevməlisən. Sevgili seçəndə ağıl lazım olur insana. Ağıl insanı təşviq edir ki, sevdiyin yolunda fədakarlıq eləməlisən. Ağılı eşqə qarşı qoymaq yanlışlıqdır. Dinimiz deyir ki, ailədə uşaqlarınızı məhəbbətlə təmin eləyin. Ailədə uşaqlarınıza sevgi göstərin. Məhəbbət göstərin. Nə üçün? Çünki məhəbbət qıtlığı olsa, məhəbbət çatışmazlığı olsa, bir dənə üzünə gülən adama tərəf qaçacaq bu. Məhəbbətlə o qədər doyurun onu ki, məhəbbətin tələsinə düşməsin. Eşqlə sirab olsa, eşqlə təmin olunsa, ağılla qərar verəcək, kimi sevim. Çünki eşq çatışmazlığı yoxdur, eşq teşnəliyi yoxdur ki, ağlının işığını zəiflətsin. Eşqlə tam təmin eləyin ki, eşqdən arxain olsun, sevilsin və buna mane olmasın. Artıq həyatının müəyyən mərhələsində özünə məşuq seçəndə, hədəf seçəndə ağılla qərar versin. Hissi gəlib əl-ayağına dolaşmasın. Tez özündən getməsin. Ağıl insanı ən uca zirvələrə çatdırır, çağırır, dəvət edir. Ağıl həyata ləzzət və həyəcan gətirir, şövq qatır. Bir adamın yaxşı yaşaması çətindirsə ağlı azdır. Çəkinmədən bunu deməliyik. Yaxşı yaşamaq çətindirsə, sənə çətin gəlirsə, ilk növbədə ağlın zəifdir. Bir insana bəndəlik eləmək çətindirsə, deməli, ağlı zəifdir. Bəndəliyin çətinliyi ağlın zəifliyindən qaynaqlanır. Ağıl insana həm hədəfi göstərir, həm hərəkətə sövq eləyir, hədəfə doğru istiqamətləndirir,
hərəkətə rəğbət yaradır. Ağıl əldən tutur, imkan vermir yorulasan. Ağıl bütün çətinləri asanlaşdırır insan üçün. Düşünmək, təfəkkür. Ona görə dedik ki, ağıl inkişaf eləsə, elm sözün əsl mənasında inkişaf eləyər. İndiki elmi inkişafı mən şəxsən inkişaf saymıram. İndiki dünyaya hakim olan düzən tam mənada götürsək elmin qənimidir. Çünki ağla zidd düzən elmi bir həddə qədər inkişaf etdirə bilər. Bu mümkün deyil. Onun hesablamaları hamısı ağla söykənmir deyə bir neçə addım qabağı görə bilir, sonranı görə bilmir. Və bugün bu sivilizasiyanın gəldiyi bir nöqtə hal-hazırda böhranla üzləşir. Çünki ağla əsaslanmayıb və elmi inkişafda bəşəriyyətin zərərinə olur ağıl olmayanda. Ağıl olmayanda elm öldürücü zəhərə çevrilir. Ağıl olsa həm elm lazımı səviyyədə inkişaf eləyər, ağıl olsa insan həm də elmin, cəmiyyət, bəşəriyyət, elmin zərərindən qorunar. Elm zərərsiz olar. Və belə bir iddia eləmək istəyirəm ki, elm əgər dinə istiqamətləndirmirsə, naqis elmdir. Ağılla elm bir-birini tamamlasa, elmi inkişaf insanları dinə, mənəviyyata yönəltməlidir. Və keçən dəfə dedik, bəşəriyyətin problemlərini incələsək, ən başlıca problemlərindən biri ağılsız elmin inkişafıdır. Ağılsız elm deyəndə nəyi nəzərdə tuturuq? Ağılsız elm sonu görməyən addımlardır. Sonu görməyən. Musiqi ilə bağlı misal çəkdik. Bizən bütün təcrübələr qısa müddətlidir. Məsələn, deyək də, effekti çox tez hiss olunan məsələlər elmi bir, təcrübi bir məsələ sayılır. Məsələn, deyir ki, mən musiqiyə qulaq asıram, halım yaxşı olur. Hər gün mən səhər musiqiyə qulaq asıram, halım yaxşı olsun. Özümü yaxşı hiss edirəm. Amma bu, bir il sonranı görmür. Bir il sonranı görmür. Nədir bunun əsas fəsadı? Əsas fəsadı budur ki, bunu həmişə hala gətirmək üçün kənardan bir şey lazım olacaq. Bir insanı musiqi ilə hala gətirirsən, öyrəşir, ruh tənbəlləşir, təfəkkürlə çatmalı olduğu halı kənarda səsküy ilə gedir. Sonradan artıq ağlı da zəifləyir və o musiqi də ona o effekti vermir və depressiyaya düşür. Onu görə bilmir. O bugün, 2 gün, 5 gün görür ki, musiqi məni hala gətirir, ondan sonranı görə bilmir. Hətta xütbələr var ki, bəzən, xütbələr var, ani olaraq səni hala gətirə bilər, çıxarsan, deyərsən, bu nə haldır, amma uzun müddətdə sənin ziyanı olar. Mən bacararam bəzi sözlər danışım ki, hər dəfə cəmaat halla ayrılsın, geçsin, amma bəzən bu xəyanət olur insanlara. Bəzən olmaz elə halın üzərində köklənmək, qısa müddətdə hansısa bir hala düşür, tənbəlləşdirmək. Mən ona görə deyirəm ki, xütbələrə də qulaq asanda hədd müəyyən eləyin. Həmişə səni kənardan kimsə hala gətirməsin, içində o potensialı işə sal. Tənbəlləşdirirsən ruhu. Bəli, xütbə lazımdır, amma həddində. Səhərdən axşamacan onu eləsən, sonra o olmasa sən gücdən düşəcəksən və sonra o da köməyivə çatmayacaq. Çünki özünü zəiflətmirsən. Bu çox mühüm məsələdir. Məsələn, faiz bank sistemi bugün dünya iqtisadiyyatının əsasını təşkil edən məsələlərdəndir. Get-gedə buna gəlib çatırlar ki, bu düzgün sistem deyil ümumiyyətlə. Məsələn, mən eşitmişdim ki, Almaniyada qərzül həsənə sistemi var müsəlmanlarda, onunla maraqlanırlar. Mən iqtisadçı deyiləm, bunu iqtisadçılar daha yaxşı danışa bilər, amma iqtisadçı dostlarımız var, hərdən görüşəndə deyir ki, sizin o dediyiniz məsələ bugün məsələn aktualdır. Mən heç onu bəlkə də o sahədən mütaliə eləməmişəm. Din vasitəsilə, ağıl vasitəsilə bir nəticəyə gəlirik. Mütəxəssis də təsdiq edir ki, bəli, elə həqiqətən də belədir. Dəfələrlə olub. Dəfələrlə bu məsələlərlə bağlı belə bir yanaşmalar olub. Ağıl olmasa elm qısa müddətli sıçrayışa gətirir, çıxardır, sonra isə bədbəxt eləyir insanları, zərbə vurur. Ağıl nuru sönərsə. Ağıl kamil olsa, adam qısa nəticəyə
ani nəticəyə qane olmur, sonrasını soruşur, daha sonrasını soruşur. Hey soruşur ki, bu addımın sonrası necə olacaq, sonrası və belə elm inkişaf edir və düzgün məzrada inkişaf edir. Ağıllı adam alim olsa ilmin sonuna qədər gedəcək. Keçən dəfə mən bunu dedim. Bəli, güya ağılla bu nəticəyə gəlirlər ki, insan necə istəyir elə yaşamalıdır. Həmcinsi ilə evlənmək istəyir, 3 nəfər həmcins evlənsin, sonra geçsin uşaq götürsün. Uşağı da bilmir ata kimdir, ana kimdir. 3 dənə atası var. Birinci ata, ikinci, üçüncü və bu öz inkişafı ilə öyünən bir bəşəriyyətin gəldiyi elmi inkişafının nəticəsidir. Yəni bunu müzakirə etmək lazımdır ki, bu düz deyil. Ancaq ani olaraq hisslə hərəkət edən bəşəriyyətin gəldiyi nəticələr də belə olur. İdeal cəmiyyət din nöqteyi nəzərindən ağıllı cəmiyyətdir, rasional cəmiyyətdir. Dinin əsas hədəfi ağıllı cəmiyyət formalaşdırmaqdır və salam. Biz həmişə deyirik, mənəviyyatlı cəmiyyət, xeyr, din deyir ki, gəlin ağılla təhlil edək, xeyirli şeyləri qəbul edək, ziyanlılara ataq, mənəviyyat öz-özünə düzələcək. Din mənəviyyatlı cəmiyyət formalaşdırmaq istəyir deyəndə söz bir qədər klişe görsənir, necə deyim. Amma gəlin, fikrimizi belə çatdıraq ki, din deyir ki, gəlin, ay insanlar, ağlımızdan istifadə edək, təhlil edək, düzü qəbul edək, faydalını qəbul edək. Başqa bir söz demir din. İmamlar bunun üçün çalışıb, cəmiyyət yetkinliyə çatsın, imamlar gəlməyib cəmaatın əvəzinə düşünsün. Xeyr, imam gəlib cəmaatın düşünməsini təmin eləsin, düşündürsün, ona görə işləri çətin olur. Yoxsa ki, başqalarının hilələrini əl-ələ salan deyim, mən gözəl bacararam. Mənə yetkin cəmiyyət lazımdır. Mənə tərəfdarlarımın sayının artması lazım deyil. Mən düşündürəcəm, vaxt mənim əleyhimə işləsə də, düşünüb düz nəticəyə gəlməyib, mənə qənim kəsilsə də cəmiyyət, mən yenə də prinsipindən əl çəkməyəcəm. Mənə düşünən cəmiyyət lazımdır, bir nəfər də olsa. 100 minlərlə şuursuz adamdansa, Muaviyyə dedi Həzrət Əliyə ki, ged Həzrət Əliyə elçi göndərirdi ki, söz çatdırsın. O vaxt çaparlarla, elçilərlə söz çatdırardılar. Dedi, ged Əliyə dinən ki, neçə minlik qoşunla üstünə gəlirəm, cümə namazını çərşənbə günü qılanlardır. Ona elə cəmiyyət lazımdır. Axmaq cəmiyyət lazımdır ki, onu istədiyi kimi istismar eləsin. Amma imamlara belə cəmiyyət lazım deyil. İmamın cəmiyyətdən umacağı yoxdur. İmam istəyir ki, cəmiyyət yetkin olsun, xoşbəxt olsun və bu imamların qanı bahasına başa gəlir. Keçən dəfə dedim, düşündürmək üçün qətligaha getmək lazımdırsa, imam deyir, mən gedim, göstərim ki, Yezid və Yezid kimlərin mahiyyəti nədir? Düşünüb, əgər mənim qanımdan sonra düşüncə işə düşəcəksə, razıyam. Tək ki, düşüncə işə düşsün, mənim canım qurban getsin bu yolda. Hədisdə var, imam zaman gələcək, mömin bəndələrin başına əl çəkəcək və ağıllar kamilləşəcək. Təbii ki, bu birbəşən mənada qəbul olunmamalıdır. Adamlar sıraya düzülməyəcək, imam başlarına əl çəksin və ağıllar kamilləşsin. Təbii ki, belə deyil. Yəni, ağlın çiçəklənməsinə zəmin yaradacaq. İmam zaman da gəlib bizim əvəzimizdə düşünməyəcək. Kimsə bu gözləntidirsə, o imamı gözləməsin. İmam gələcək, zəmin yaradacaq, ictimai zəmin yaradacaq ki, insanlar düşünüb nəticəyə gəlsinlər və nəticədə yetkinləşsinlər. İmamın funksiyası bundan ibarətdir. Dünya niyə abad olur imam zaman dövründə? Bir cavab var, ağıl çiçəklənəcək. Ağıl inkişaf eləsə dünya abad olacaq. Biz deyirik ki, imam zaman ədalət gətirəcək. Ədaləti hardan gətirəcək? Ədalət cəmiyyətin içindən qaynamalıdır. Cəmiyyətin bətnindən çıxmalıdır. Ədaləti qəbul etdirməkdirsə zorla, elə o bir imamlar eləyərdi. Eləyə bilmirsən. Cəmiyyət gərək ağlı o qədər yetkinləşsin ki, ədalətli olsun. Ədalət ağlın nəticəsidir. Sürücülərin mədəniyyəti yoxdursa, inanın 100 dənə polisi küçəyə tök, o alınmır. Cərimə qorxusundan burada eləyir, orada radar olmayan kimi pozur qaydanı. Bizim cəmiyyət kimi. Elə özümüz kimi. Başqalarını misal çəkməyək. Ədalət gərək ağlın inkişafı nəticəsində yaransın, doğsun. Az sayda
nəzarətlə, az sayda insanın nəzarəti ilə böyük nəticələr əldə eləmək olar ağıllı cəmiyyətdə. İmam Zaman bu üsulla gedəcək. Hədislərdə var ki, qanunlar azalacaq, nəzarətçilər azalacaq. Bu qədər ölkələrdə qüvvə cəlb olunur hüquq mühafizə orqanlarına, orduya. Nə üçün? Ordu güclənməlidir. Bəli, mən də onun tərəfdarıyam. Amma səbəb nədir? Bir dəstə yırtıcı var ki, hücum eləməyə hazırdır. Məcbursan özünü qorumaq üçün nə qədər vəsait orduya ayırasan, insanlar orada məşğul olsun. Amma ağıl inkişaf eləsə, bu qədər adam orduda olmasına ehtiyac olmaz. Bu qədər adam hüquq mühafizə orqanlarında olmasına ehtiyac olmaz. O enerjilərini daha yaradıcı işlərə sərf edə bilərlər. Daha başqa fərqli işlərə sərf edə bilərlər. Nə qədər qüvvə sərf olunur indi buna? Amma deyib, bir nəfər dünyaya hakim olacaq imamın timsalında, İmam Zaman. Bu nə düzəndir belə? Bir nəfər necə bacaracaq? Çünki ağıl inkişaf edəcək. İmam Zaman gəlib dua ilə, möcüzə ilə, zikirlə hamını dindar eləməyəcək. Ya zorla eləməyəcək. Zorla dindarlıq, cəmaatı dindar eləməkdirsə elə öbürlər eləyərdi. Nəyə gözləyirik onda? Zorla, möcüzə ilə eləməkdirsə elə, niyə görə, məsələn, bu 1000 ildən sonra olmalıdır, möcüzə də elə bugün olsun, elə əvvəldən olardı. Mexanizmi var onun. Ağıl inkişaf eləyəcək, necə yollarına toxunacaq. Yollarına toxunacaq ki, necə ağıl inkişaf eləyəcək. Görün nə gözəl hədisdir İmam Sadiq əleyhissalamdan. Buyurur ki, axir zamanda ağıl o qədər inkişaf eləyəcək ki, cəmaat ağıl əsasında dini qəbul eləyəcək. Çox gözəl sözdür bu. Təcrübədən çıxacaq artıq. Ona görə yox ki, biz buyurmuşuq, deyəcək, düz sözdür. Ağlı ilə nə dini hökmü deyəcəksən, başını yerləyəcək ki, düzdür. Başını yerləyəcək, təsdiq edəcək. Bugün artıq mən bəzi məsələlər görürəm, biz neçə ildə özümüzü öldürürdük, indi onu psixoloqlar deyir, sosioloqlar deyir, tibb mütəxəssisləri deyir. Yavaş-yavaş görürük biz bunları. Həkimlər deyir. İndi məsələn, mən saatlarla danışım ki, ay cəmaat, din deyir ki, hədisdə var, əl-üzü yuyun yeməkdən qabaq. Deyərlər, ay məsələn, hacı, sən bir başqa şey danış da, bunu tibb də deyir. Həqiqətən də belə. Sən Allahdan danış, keyf eləyək. Bu qədər ki, biz enerji sərf edirik, bir gün gələcək ki, hicab haqqında da belə olacaq. Deyəcəklər də hicab aydındır da, bu olmalıdır cəmiyyətdə. Əl yumaq qədər sadə olacaq məsələ. Ağılla bu nəticəyə gələcək. Ağılla, təfəkkürlə, təhlillə bu nəticəyə gələcək. Gecə namazından da danışacaq. Sən deyəcək, bəllidir, insan gecə filan vaxtda oyanmağı lazımdır. Səhər dur, yatma, deyəcək, bəllidir də, səhər tezdən oyanmaq lazımdır. Onda bizim işimiz azalacaq. Biz bu qədər ki, enerji sərf edirik bəzi məsələlərə, demirəm biz əstəğfurullah cəmaatdan ağıllıyıq. Yox, ümumiyyətlə, yəni əqli yetkinlik səviyyəsinin aşağı olmasından doğur ki, bəzən hər şeyi geniş izah etməyə ehtiyac olur. Necə olacaq ki, ağıl artacaq İmam Zaman dövründə? Necə olacaq ki, ağlı inkişaf etdirəcək? Zuhur buna bağlıdır. İmam nə zaman zuhur edəcək? Bəşəriyyətin qızıl dövrü adlandırılan dövr nə zaman gələcək? Bir cümlə ilə ağılın inkişaf elədiyi dövrdür. Ağılın inkişaf elədiyi dövr. İnsanlıq ağıl yoluna gəlmədikcə bəla ilə, təcrübə ilə gələcək. Allah deyir, düşünün. Düşünməyəndə nə olur? İndi başa düşmür də. Düşünüb başa düşmək istəmir. Neyinir Allah? Allah başlayır hadisələrlə, başını daşdan daşa vurmaqla o nəticəyə gətirməyə. Proses uzanır. Proses uzanır. Nə qədər tez başa düşsə, bir o qədər az bəlalar bahasına başa gələcək. Nəticə. Yox, başa düşmək istəmir. Deyir, gəlin, adam anlamalıdır. İnsan, yəni anlayan. Başqa çarə yoxdur. İnsan anlayana deyirlər, anlamaq iki yolla olur, ya düşüncə ilə, ya da bəlalarla. Adam var, deyirsən anlamır, başır daşdan daşa daşır, deyir, hə, indi anlar. Axı, sənə deyilmişdi, sən biraz düşünsəydin, bu hadisə başına gəlməyəcəkdi. Əlavə enerji də sərf eləməyəcəkdin. Nə qədər tez düşündün, bir o qədər qabaq düşdün. Bəşəriyyət də belə bir vəziyyətdədir. Nə qədər ağıllı olsaq, bir o qədər qurtuluş tez olacaq, fərəz tez olacaq. Yoxsa başlayacaqsan təcrübə eləməyə. Sənin bu məktəb öz dalıca aparacaq 70 il.
Gedib dalana dirənəcək, vay səhviymiş. İndi baxaq, liberal demokratiya. Bu, görək bunu dalacaq. Aparacaq, dalana dirənəcək ki, dirənməkdədir. Şübhəsiz dirənməkdə də, buna heç kəsin şəkki olmasın. Artıq sona gəlib çatmaqdadır. Sonra görək nə tapaq. Amma Allah deyir, ağlı işə sal, bu izmlərin əsarətindən qurtar, tez başa gəlsin də nəticə. Sadə dillə desək, ağ günə tez çıxasan. İmam Zamanın zuhuru dua oxumaq, roza oxumaqla olmur. Bunu bilirsiniz, mən deyəndə məndən qəbul eləmək daha asan olar ki, çünki mən hər dəfə çıxışlarımda bu əza günlərində zikri müsibət deyirəm. Özüm bu məclislərdə iştirak edirəm. Hətta bəziləri irad tutur. Mən görmüşəm, deyir ki, məsələn, biri mənə tərifləyir, deyir, məsələn, savadlı da ağıllı, deyir, yox, görmüşəm məhərrəmlikdə ağlayır o. Əstəğfurullah, mən özümü böyüklərlə müqayisə eləmirəm. Şəhid mütəhhəriyə dedilər ki, sən universitetlərə gedirsən, elmi səviyyən yüksəkdir, çıxış edirsən, sözün elmi dairələrdə qəbul olunması üçün zikr müsibət demə. Deyir, ağladı, dedi ki, mən nə əldə eləmişəm İmam Hüseynin bərəkətindəndir. Mən necə ondan imtina edeyim? O elmi səviyyəni neyinirəm? Elmi səviyyəm var onsuz da, amma kimsə məni qəbul edəcək. Mən bundan imtina edəsi deyiləm. Hərçənd ki, dərin ağlı olan insanlar başa düşər ki, bu göz yaşları insanların inkişafına xidmət edir, ancaq və ancaq. Cəmiyyətin tərəqqisinə xidmət edir. Bunu Məhərrəm ayında kifayət qədər əsaslandırmışıq. Kifayət qədər. Və bunu bu qaydada keçirilməsinə zəmin yaradan bir insan kimi, burada iştirak edən bir insan kimi deyirəm ki, göz yaşının da qiyməti, onu çağırırıq, İmam Zaman zuhur elə gözümüzdən yaşaxır. Qiyməti ağıl qədərdir. Ağıl yetkin olsa göz yaşının çəkisi artır tərəzidə. Zuhur tezləşir. Başa düşən cəmiyyət lazımdır imama, başa düşək. İmama anlayan cəmiyyət lazımdır. Anlayan, anlamayan cəmiyyət əleyhissalamı da xanın işini eləyəcək. Keçən dəfə dedim, anlamayan cəmiyyətin içində İmam Həsən qədər potensial olan adam bağbanlıq eləyəcək. Anlamayan cəmiyyətdir. Anlayan cəmiyyət lazımdır, düşünən cəmiyyət lazımdır. Hər bir əməl ağıl səviyyəsinə uyğun qəbul olunur insanlardan. Əməllərin keyfiyyət göstəricisi o əməl eləyənin ağlıdır. Nə qədər ağlın çoxdur, əməlin daha keyfiyyətlidir. Ona görə də düşüncəsiz göz yaşlarını tənqid eləmək bizim biraz haqqımız olar. Çünki biz özümüz o məclisləri təşkil edirik. Bəziləri var, özü eləmir, başlayır əzadarlığı tənqid eləmək. Orada mən şübhəli yanaşıram ki, sənin dərdin başqadır. Hətta düz söz desən də, sən bunun əsli ilə müxalifsən. Kökü ilə müxalifsən. Ağlı inkişaf elətdirmək həsrəti artırır. Zuhuru tezləşdirir. Ağıl ən uzaq nöqtəni göstərir. Ağıl göstərir ki, bəşəriyyətə nə lazımdır. Zuhur ağlın meyvəsidir. Zuhur ağlın meyvəsidir. İstənilən məsələyə yanaşmada ağıl ən axırıncı nöqtəni göstərir. Həvəs yaxın nöqtəni. Həvəs həmişə yaxını görür, ağıl uzağı. Ona görə deyirlər ki, həvəs, şəhvət ağılla zid yerdə dayanıb. Bunlar həmişə bir-birinə ziddir. Ağıl deyir, uzağı gör, həvəs deyir ki, yaxını, tələsdirir adamı. Deməli, ağlı inkişaf etdirmək üçün ilk növbədən nə lazımdır? Həvəsi, şəhvəti azaltmaq bu lazımdır. Sən nə qədər ağıl və, üzr istəyirəm, həvəs və şəhvət əsasında yaşayacaqsan, ağıl nuru zəifləyəcək. Ağıl necə inkişaf edir sözünə qulaq asdıqca? Ağıl deyib bunu belə eləyirsən, elə bil ki, yem verdin ağla, böyüdü biraz. Bu dəfə də dedi belə elə, elədin dediyini yem verdin, qidalandırdın. Ağıl ona əməl etməklə artır. Həvəsə əməl etməklə ağıl zəifləyir. Ağıllı adama deyəsən ki, 40 il yaşayacaqsın, deyəcək, nə tez dünyadan közəcəm.
Ağlı zəif adama, həvəsə qərq olmuş adama, hələ bundan sonra mənim 47 yaşım var, ağılsız adam olsam desələr 40 il yaşayacaqsın, deyəcəm, nə qədər vaxt var, gedim kef eləyim. Bir arifə dedilər ki, desələr ki, 3 gün sonra öləcəksən, neyini yersən, dedilər, hər gün neyinirəm onu. Çünki mən ölümü indi gözləyirəm. Görün, nə qədər ağıllı adamdır. Heç nə dəyişiklik olmaz mənim gündəlik proqramımda. Çünki mən elə ölümü hər an gözləyirəm və ən düz addım atmağa çalışıram. 3 gün hələ böyük bir vaxtdır mənim üçün. Mən elə indi gözləyirəm onu. Ağıl həvəsə ziddir. Nəfsi vurmaq üçün ən iti qılınc hədislərdə var ağıldır. Ağılın inkişaf eləmək üçün nə lazımdır? Mexanizm deyirəm. Həvəsi biraz azaltmaq. Aradan aparmaq yox. Dinimiz haram bilir tərki dünyalığı. İstəkləri həddində təmin etmək lazımdır. Bəzi o Hindistanda adamlar var. Bir nəfər bizim ariflərdən birinə gəldi. Yadımdan çıxdı. Hüseynqulu Həmədaniyə dedi. Hansı bir arifə dedi ki, mən ətdən imtina eləmişəm ki, mərifətullaha çatım. Dedi, ət yeməməklə mərifətullah olsa, qoyunlar hamısı arif olardı. Ət yeməmək deyil məqsəd. O qədər otlayan heyvanlar var ki, onlar hamımızı ötüb keçərdi. Həvəslə mübarizə aparmaq, həvəsi zəiflətmək. Allahın xəsis deyil, əstəğfurullah, versin, desin, yemə. Ye, nuş-i can, amma bir qədər izafi yüklənmə. İzafi yüklənsən, həvəsin artacaq, ağlın zəifləyəcək. Yoxsa Allah bu yeməyi sənin üçün yaradıb. Nəuzbillah, xəsis deyil, paxıl deyil ki, desin, əstəğfurullah, yemə. Allahın xoşu gəlir bəndə, yaxşı halda olsun. Amma bu qədər ki, məsələn, həvəs göstərirsən, həvəsivi təmin elədikcə ağlın zəifləyir. Pərvaz eləyə bilməyəcəksən. Allaha da lazımdır, sən pərvaz eləyəsən, göylərə qalxasan. Tox qarnına yiyəcəksən, həvəsin güclənir, təmin o, ağıl zəifləyir. Sonra gəlir qərarlarına təsir göstərir. Başlayırsan səhv qərarlar verməyə. Deyərsən ki, çox yedim burada, bunun ona dəxli var, birbaşa dəxli var. Həvəsi, şəhvəti təmin elədikcə ağıl zəifləyir, qərarlarında yanlış olur, dalana dirənirsən, problemlər çıxır. Görsən, bir məsələ dolaya gedir, harada təsir göstərir. Əsəbləşən kimi söyüş söyürsən, niyə pisdir söyüş söymək, neçə cəhətdən pisdir? Bir də budur ki, müqavimət gücün yoxdur. Söymək həvəsi gəlir, söyürsən, deyir ki, qəzəbivi boğbuda ki, ağlını inkişaf eləsin. Nə istəsən eləsə, ürəyin istəyəni eləmək, ağlı zəiflədir. Həkimlər nə deyir? Deyir, mədənin doymaq haqda siqnal beynə gec ötürülür biraz. Gec gedir, çatır. Əldə məsələn his daha tezdir. Əli vuran kimi isti çəkirsən. Amma mədə biraz tənbəldir o sinirlər. Məsələn doyub 5 dəqiqə sonra xəbəri göndərir, 5 dəqiqə sonra beynə çatır. Ona görə Əli əleyhissalamın hədisi indi başa düşülür. Deyir ki, doymamış çəkil, çünki əslində doymusan. Hələ siqnal getməyib. Doymamış süfrədən çəkil. Bunun bir tibbi faydasıdır. Mənəvi faydası da budur ki, istəyirsən bir qədər gözün qalsın, istədiyin halda yemə, ağlın inkişaf eləsin. Mən mexanizm deyirəm. İstəyirsinizsə ağlınız inkişaf eləsin, həvəslərinizə biraz hədd qoyun. Haram məsələsində yox, elə halalda da. Biraz hədd qoyun. Və onda həyat acı olmur, əksinə şirin olur, ləzzətli olur. Mədəni boğaza qədər dolduranda həyat ləzzətli olmur. Dərd azar olur ancaq. Xəstəlik olur, mənəvi düşkünlük olur. Ağlı necə inkişaf elətdirək? Həvəslə mübarizədə. Həvəslə doydurublar insanları. İnanın, yavaş-yavaş qərb insanlarında ikrah yaranır bu həyat tərzinə. Zorla mühasirəyə alıblar əxlaqsızlıq təbliğatı ilə. Onu bir an zəiflətsələr, adamlar qaçmağa yer axtarır. Mən tam məsuliyyəti ilə bunu deyirəm. Gülləbaran eləyiblər insanları. Din hətta haqqa dəvəti belə bu yolundan icazə vermir. Elə bir şəkildə elə ki, şuur altından təsir ilə birdən dursun olsun dindar. Din bu yolu qəbul eləmir. Din deyir, mədəniyyət, incəsənət əsəri, incəsənət nümunəsi, keyfiyyətlisi hansıdır? Yüksək səviyyədə incəsənət nümunəsi, düşündürən.
Təsirə salıb ofsunlayan yox. Din hətta haqqa belə ofsunlayıb aparmağa icazə vermir. Amma dünyanı ofsunlayıb, həvəs toruna salıb, ağla qarşı qiyama vadar ediblər, ağlı zəiflədiblər. Və insanların içində bir üsyan var qərbdə. Üsyan var. Bir balaca işartı lazımdır ki, qopsun o fəsadın zəngindən. Fəsad, mən burada bir əxlaqi mövzu kimi tənqid eləmirəm. Fəsadı ağlı zəiflədən bir məsələ kimi vurğulayıram. Fəsadın əsas funksiyası budur. Da bilmir neynəsin, deyir, gəlin çılpaq küçəyə çıxaq. Dövlət da bilmir, bundan o yana neynəsin? Ya, çıx, lüt soyun, üzr istəyirəm, paltarı çıx, inkişaf eləmiş dünyadır da, çıx, inkişaf elə belə. Lüt çılpaq, anadan gəlmə, çıx küçəyə, bilmir neynəsin. Bura dibinə qədər gedib, görür ki, yox da, bu yaşaya bilmir, boğulur. Çünki ağıl nuru zəifləyir. Burada da hiss olunur, artıq bəzi şeylərə baxırsan, ürəyin bulanır. Həvəsi çox təhrik elə, axır insanlarda bir doyur və bunun da nəticəsi elə o proses olacaq ki, hədislərdə, Quranda vəd olunub. İndi məcbur eləyirsən, övlad dünyaya gətirmək üçün qərb ölkələrində mükafat verir ki, pul mükafatı ki, sən mənim canım uşaq dünyaya gətir, xahiş edirəm, dövlət yalvarır, yenə də bacarmır. Bu qədər həvəs inkişaf edən cəmiyyətdə ağıl zəifləyər, nəsil artımını düşünməz, ictimai düşüncə olmaz. Və bu inkişaf eləmiş dünyadır, biz də düşək bunun dalıca gedək bundan sonra. O getdiyi dalana gedək dirənək, niyə? Ağlımız yoxdur məyər? Niyə öz yolumuzla getməyək? Niyə öz istiqamətimizlə getməyək? Statistik rəqəmlər göstərir ki, İslama və hicaba gələnlərin sayı qərbdə artır. Hamısı bundan, cana doymaqdandır. Hətta bəziləri o radikal qruplaşmalara da qoşulur. Çünki onu göstərirlər İslam kimi. Təki bu həyatdan qurtulsun. Təsəvvür edin, o məşəqqətli, o üzlərindən zəhrimar yağan insanlara sadəcə olaraq burada bir ehkam var, özünə yox demək var, batil də olsa. Hətta orada getməyə razı olur. Belə bir vəziyyət yaradıblar. Həvəsin dövranı bitməkdədir və biz hazır olmalıyıq ki, ağlın çiçəklənməsinə zəmin yaradaq. Özümüz, öz örnəyimizlə, nümunəmizlə. Azərbaycanda da görürsünüz, hər tərəfdən ailəni hədəf alırlar və bu qəribə bir dəstə mənşəyi məlum olmayan insanlar ortaya düşür, amma təsir eləyə bilmirlər. Demirəm, tam təsirsiz ötüşür. Amma cəmiyyətin bir immuniteti var, şükür Allaha, hələ ki var. Və bu insanların o azadlıq nağıllarına görə insanlar inanmasın. Bunlar artıq yalan danışa-danışa, oyun oynaya gəlib bugünə çıxıblar. Cəmiyyətləri bədbəxt eləyə-eləyə. Ağıl nuru zəifləyən cəmiyyət xoşbəxt ola bilməz. Bir alim deyirdi, cavan oğlan gəldi, mənə dedi ki, mən naməhrəmə baxmaq, bitirirəm söhbətimi. Naməhrəmə baxmaqdan yavaş-yavaş imtina edirəm. Dedim, niyə? Dedi ki, mənim enerjimi bihudə yerə sərf edir, fikrimi məşğul edir. Görürüz, əqli nəticədir bu. Mənəvi bir məsələyə əqli gəlinən nəticə. Mən görürəm ki, mənə pis təsir edir. Mən gəncəm, nə qədər enerjim var, nə qədər o xəyallar, düşüncələr mənim enerjimi alır. O ilə mübarizə, hazır din deyir ki, əvvəlindən baxma lazım olmayan səhnələrə. Baxma ki, cinsi həyatında da daha keyfiyyətli nəticələrə gəlib çıxasan, keyfiyyətli yaşayasan. Hər bir ciddi mövzunun içində, əsərin içində, filmin içində mütləq həvəs dastanını salır ki, onu cəlb eləsin. Mövzunun dəxli yoxdur, tamam başqa şey haqqındadır. Mütləq orada, bunda. Bu, tamaşaçı cəlb edir. Vallahi yanlış yoldur bu. Yol deyil bu. Axırda bezir, maraqsız görünür. Sənin o bütün göstərdiklərin də maraqsız görünür. Mən eşitmişdim, qərbdə bir film çəkmişdir rejissor, baş qəhrəmanı qadın idi, çox da yaraşıqlı deyildi də, yumşaq desək. Yəni, görünüşü bir çirkin görünüşdə idi. Dedilər, nə əcəb belə? Dedi ki, mən istəmirəm ki, qəhrəmanın zahiri gözəlliyi ilə tora salın tamaşaçının. Mən istəyirəm məzmuna diqqət eləsin. Bu, əqlin gəldiyi nəticədir. Hissi oyadıb, hisslə ovlayıb, ağıl nurunu zəiflədirsən, bu incə sənəti də, mədəniyyəti də, səviyyəni də aşağı salır. Və bu səviyyəsizliyin başında qərb dayanır. İndi amma özləri bir müddətdir, o səhvlərini düzəldirlər. Amma biz bayağılığı götürüb təqlid edirik hələ də.
Hələ də o səhvlərini götürür ya hərdən. Dünyaya inteqrasiya eləyəndə deyəcək olmasa bir baxaq prosesi təhlil eləyə görə ki, hansı tərəflərini mənimsəmək olar, istifadə etmək olar. Adamları aparsan xəyal aləminə, xəyal aləmində gözləntilərini həyatdan artırırsan, sonra reallıq gözləntisini doğrultur, intiharlar çoxarır. Sonra deyir, niyə intihar edir? Çünki bu təxəyyül aləmi, həvəs aləmini ki, sən kütləvi informasiya vasitələrində təbliğ edirsən, təsəvvürü yanlış olur. Reallıqla uzlaşmayanda depressiv vəziyyət yaranır, yorulur və intihara can atır, intihara əl atır. Sən reallığı göstər, mədəniyyət, incəsənətin missiyası budur. Reallığı olduğu kimi göstər, amma maraqlandır. Bu çətindir axı. Çətindirsə gedib incəsənət oxuma. Məharət budur. Məharət budur ki, reallıqların içində maraqlı həyatı göstərəsən. Yoxsa sən reallığı təhrif edirsən, reallıq xəyal aləminə aparsan, sonra ailədən gözləntisi başqa olur, zidd olanda boşanmalar artır. Bir dəstədən duayanla əl çalır ki, şükür Allah, Azərbaycanda boşanmalar çoxalıb. Bu adama nə qiymət verəsən? Yəni, qənim kəsilib də bu. Çünki ailədə, cəmiyyətdə ailə institutu yoxdursa, cəmiyyət yoxdur. Nə faciələrə gətirib çıxardır. Nə qədər övlad atasız böyüyür, ana məhəbbətindən, ata məhəbbətindən məhrum olur. Cəmiyyətə hansı fəsadlar gətirib çıxardır? Həvəs girdabında olan ailə üzvləri müdrik olmur, ağıl zəiflir, düzgün qərarlar verə bilmir. Bir balaca xasiyyətlərdə uyğunsuzluq olan kimi qərar verir, boşanaq, sonlarını görə bilmir, artıq ağıl gücdən düşür. Görə bilmir, sonranı görə bilmir. Ya düşünməlisən, bitirirəm sözümü, ya da hadisələr düşündürəcək səni. Allah deyir, düşünün, təfəkkür edin ki, bəlalardan sığort alınasınız. Siz anlamağa gəlmişsiniz dünyaya, ya ağlınızdan anlayacaqsınız, ya da hadisələr sizi başa salacaq, bəlalar girdabında boğulacaqsınız ki, başa düşəsiniz. Onda da çətin olacaq sizin üçün. Allah ağla çox böyük qiymət verir. Ramazan ayı gəlir, Allahın qonaqlığıdır da. Deyir ki, oruç tut. Nə üçün? Həvəsin zəifləsin, ağlın inkişaf eləsin, ağıllı adamları qonaq çağırmaq istəyir. Qonağın əsas xüsusiyyəti ağıllı insanlar Allah ziyafətinə toplaşsın. Ağıllı insan olmaq üçün nə lazım? Deyir, yeməkdən imtina elə. Biraz həvəslərini zəiflət, ağıllı ol, müdrik ol. Onda layiqsən gəlib mənim süfrəmin başında oturasan. Allahın süfrəsi belə bir süfrədir. Allah ağla belə dəyər verir. Ona görə deyir, oruc hikmət verir adama. Niyə? Hikmət ağlın nəticəsidir. Çünki hisslər zəifləyir, həvəsi zəiflədirsən, ağıl başlayır inkişaf eləməyə, olursan hikmətdir. Oruc da ağlının inkişafı üçündür. Və axırda bir cümlə bunu deyim ki, imamların dərdi nə idi? İmamların dərdi cahil cəmiyyətdə yaşamaq idi. İmam Hüseynin bədəninə nə qədər yara vurdular? Qiyamətdə sözümün düzdüyünü əminəm ki, inşallah görəcəksiniz. İmam Hüseynin bədəninə vurulan yaralardan çox qarşıdakı cəmiyyətin cahilliyi yara vururdu. Onun əsas dərdi bədəninə vurulan yaralar deyildi. Qarşısında olan insanların nadanlığı, cahilliyidir. İmamın dərdi bu idi. Çıxıb qarşılarında danışırdı, elə ürəyim yanır İmam Hüseynə. O mənada yox ki, İmam Hüseyn əzizdir. Amma görün, nə qədər qərib olmuşdular, deyirdi, mən Fatimənin oğluyam, gör, hara düşmüşdü ki, onlara nəyəsə başa salsın. Hər cür vasitə ilə çalışırdı, ağıllarını oyatsın, ağılları oyanmırdı, ah çəkirdi. O cəmiyyətin cahilliyindən çəkdiyi ah, inanın Əli Əsxərin oxlanmasından daha ağır dərd idi İmam Hüseyn üçün. Əli Əsxərin oxlanması, Əli Əkbərin öldürülməsi hamısı bunun nəticələri idi, cəmiyyətin ağılsızlığının. Əlini qərib eləyən, quyulara dərdini deməyə vadar eləyən, əhatəsində olan ağılsız insanların varlığı idi. Meysəm deyir, gördüm, çıxıb tələsə-tələsə çıxır şəhərdən. Mən də deyir, qorxurdum da, düşmənləri çox idi. Qorxurdum ki, bir şey eləyərlər, düşdüm, dalıca getdim. Getdim, birdən baxdı, dedi, Meysəm, hara gelirsən? Dedim, ağa, qorxuram, sizə bir təhlükə olar, canınıza qəsd eləyərlər. Dedi, yox, qayıt sən. Dedim, icazə verin, deyir, hörmət elədi, dedi, gəl. Gəldi, bir yerə çatdı, bir xət çəkdi, dedi ki, buradan o yana keçmə. O xət çəkdi, getdi, uzaqlaşdı, aralaşdı. Mən deyir, baxdım, ürəyim
dözmədi. Dedim, yox, gedim, nəsə bir təhlükə olar canı üçün. Getdim, gördüm, başını quyunun içinə salıb fəryad eləyir. Gözündən yaş axır. Deyir ki, mənim səsimi eşitdi, ayaq səsimi dedi ki, Meysəm demədim ki, gəlmə. Eşitdim mən nə dedim. O boyda kişini, əzəmətli bir şəxsiyyəti quyuya dərdini deməyə vadar eləyən cahil, ağılsız cəmiyyətdir.